Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Abşeron rayon İcra Hakimiyyəti ilə birgə 1 mart Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi mövzusunda tədbir keçirib. Tədbirin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin fövqəladə halların qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi, bu sahədə əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, eləcə də fərdin mühafizə vasitələrindən istifadə vərdişlərinin aşılanması olub. Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin və yerli qurumlarının, Abşeron rayon İcra Hakimiyyətinin, eyni zamanda yerli özünü idarə etmə orqanlarının səlahiyyətli nümayəndələri və aidiyyəti dövlət təşkilatlarının məsul şəxslər iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Abşeron rayon Mədəniyyət Mərkəzinin foyesində məktəblərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçiriblər. Sonra Mədəniyyət Mərkəzinin aksiyasında davam etdirilən tədbirdə dövlət himni səsləndirilib, Ümumilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əz xatirəsi 1 dəqiqə sükutla yad edilib. Daha sonra tədbirdə çıxış edən Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Əsədov, əhalinin mülki müdafiə üzrə maarifləndirilməsi, idarə və təşkilat rəhbərlərinin inzibati ərazi nümayəndələrinin və yerli özünü idarə etmə orqanlarının diqqətinin bu sahəyə cəlb edilməsi baxımından belə tədbirlərin keçirilməsinin vacib olduğunu bildirib. O, həmçinin çıxışında mülki müdafiə sahəsində birgə fəaliyyətin və əməkdaşlığın əhalinin təhlükəsinin təmin olunması istiqamətində mühüm rol oynadığını vurğulayıb. Sonra Fövqəladə Hallar Nazirinin Sumqayıt Regional Mərkəzinin rəisi Polkovnik Vaqif Fəthullayev çıxışında bildirib ki, 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzv olan Azərbaycan Respublikası ilə bu nüfuzlu təşkilat arasında sıx əməkdaşlıq münasibətlərinin qurulması və inkişafı qüdrətli Azərbaycanın memarı, əbədi yaşar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycan digər sahələrdə olduğu kimi təbii və texnogen xarakterli fəlakətlərdən əhalinin etibarlı şəkildə mühafizəsinin təşkili məsələlərini diqqət mərkəzində saxladı, qloballaşan dünyanın çağırışlarına yeni iqtisadi inkişaf modeli ilə cavab verdi. Bu siyasət Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Başkomandan Cənab İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla həyata keçirilərək əhalinin təhlükəsizliyi və ərazilərin mühafizəsi probleminin həllinə yönələn mühüm tədbirlərin icrası ilə davam etdirilməkdədir. Tədbirdə Abşeron rayonuna keçirilmiş kompleks mülki müdafiə təlimini əks etdirən videoçarx nümayiş olunub. Sonda tədbir ədəbi bədii kompozisiya ilə yekunlaşıb. Nizam Rəsulov, Fərad Ələkbərli, xüsusi olaraq Dinaz TV üçün.